Benjamin Netanyahu. Netanyahu müharibə cinayətkarıdır. Fələstin xalqına qarşı dəhşətli soyqırımın memarıdır. New York şəhərinin meri Zöhran Mamdani İsrail baş naziri Benjamin Netanyahunu müharibə cinayətkarı adlandırıb. Lakin şəhərin onun həbsi üçün hüquqi səlahiyyətinin olmadığını deyib. Mamdani sosial şəbəkədə yeni yayımladığı video müraciətində belə deyib. My administration has reviewed every avenue available. Benjamin Netanyahu müharibə cinayətkarıdır. O 73 mindən çox insanın ölümündən, 10 minlərlə uşağın əlil olmasından məsuldur. Xəstəxanaların, məktəblərin bombalanmasından, BMT konvoylarının vurulmasından, aclığın silah kimi istifadəsindən siyahı uzanıb gedir və biz Amerikalılar bu qətliamları edən bombaları ödəyirik. Mənim administrasiyam qüvvədə olan qanunlar çərçivəsində bütün mümkün yolları nəzərdən keçirdi ki, əgər Benjamin Netanyahu buraya gəlsə, New York şəhəri Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini icra edə bilərmi? Aydındır ki, bizdə bu orderi müstəqil şəkildə icra etmək üçün hüquqi səlahiyyət yoxdur. Lakin federal hökumətdə belə səlahiyyət var və mən onları Beynəlxalq Cinayət Məhkəməsinin bu orderini icra etməyə çağırıram. Benjamin Netanyahu New York şəhərində arzu olunan qonaq deyil. Benjamin Netanyahu should be arrested and tried for his crimes.